Dövlət Sosial Müdafiə Fondunun sabiq əməkdaşı 42 yaşlı Vüsal Əliyevin məhkəməsi yekunlaşıb. Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə onun saxta əmək kitabçaları, şəxsiyyət vəsiqələri və digər sənədlər hazırlayaraq ayrı-ayrı vətəndaşlara əsassız olaraq güzəştli şərtlərlə ailə başçısını itirməyə və ya yaşa görə əmək pensiyalarının təyin olunmasına nail olması nəticədə Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin Dövlət Sosial Müdafiə Fonduna məxsus ümumilikdə 6.500.000 manatdan artıq pul vəsaitini ələ keçirməsi bildirilib. Vüsal Əliyev əsasən güzəştli kateqoriyalı şəxslərə aid sənədləri saxtalaşdırmağa və özünün müəyyən etdiyi şəxslərə xüsusilə külli miqdarda pensiyanın köçürülməsinə nail olub. Pensiya köçürülmüş şəxslər arasında onun baldızı və digər qohumları, eləcə də tanışları olub. Pullar 2019-cu ilə qədər müxtəlif bankomatlarda nağdlaşdırılıb. Müəyyən edilib ki, 6,5 milyon manat pul müvafiq olaraq 40-a yaxın şəxsin adına olan kartlara köçürülüb. Bəzi şəxslərin adına saxta yollarla hazırlanmış pensiya sənədləri əsasında 751,637.000 manat kimi böyük bir məbləğin köçürülməsi diqqət çəkir. Vüsal Əliyev Cinayət Məcəlləsinin dələduzluq, xüsusilə külli miqdarda ziyan vurmaqla törədildikdə vəzifə saxtakarlığı, rəsmi sənədləri saxtalaşdırma və digər maddələrlə yekun ittiham edilib. Məhkəmə ona 14 il 6 ay həbs cəzası verib. Həmçinin ondan müsadirə edilmiş 270.000 manat dövlət hesabına köçürülüb. Bundan başqa Vüsal Əliyevdən 5.656.000 manat pulun tutularaq Dövlət Sosial Müdafiə Fondunun hesabına köçürülməsi də hökmdə yer alıb. Qeyd eləyək ki, Əliyev 16 avqust 2019-cu ildə həbs edilib. O, 2006-2010-cu illərdə Dövlət Sosial Müdafiə Fondunun Səbail rayon şöbəsinin pensiya təyinatı sektorunda məsləhətçi və aparıcı məsləhətçi, 2013-15-ci illərdə isə qurumun Suraxanı rayon şöbəsinin pensiya təyinatı sektorunda baş məsləhətçi vəzifələrində işləyib. Xatırladaq ki, həbs edildikdən sonra Əliyev onun əleyhinə ifadə vermiş, keçmiş iş yoldaşını sifarişlə döydürərək bıçaqlatdı.